Göygöl rayonunda və kəndlərində, yas mərasimlərində ehsan verilməsi ləğv edilib və bu barədə də trendə yerli sakinlər məlumat veriblər. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunur. Qeyd edək ki, analoji qayda ölkəmizdə bir neçə rayonda tətbiq olunur. Mən çox istəyərdim ki, bu qayda ən çox hansı rayonlarda olsun. Mən o rayonlarda yas məclislərində olmuşam, deyim. Başlıca olaraq Bərdə rayonunda bu qayda tətbiq edilsə, Bərdənin kəndlərində çox yaxşı olar. Çünki bir neçə dəfə o dabavka deyirlər, əlavə yemək istəyən adamlar görmüşəm hüzur məclisində, yas məclisində. Ev yiyəsi bilmir ki, deməli, ölüsünün dərdini çəksin, yoxsa bu üzrə gələnlərin qarnını doyursun. Yəni, xüsusən bu bölgələrdə olsa çox yaxşı olar. Çünki orada ev yiyələri, ev sahibləri, məclis, hüzur deməli, sahibləri çox ciddi ziyana düşürlər. Mən bunu şəxsən özüm nətər deyirlər, görmüşəm, şahidi olmuşam. Yəni, yazılar Biləsuvarda da elədir, Ağcabədidə də çətin olar. Ağcabədidir, Bərdədir, bu rayonlarda əlavə yemək istəyən adamlar olur hüzur məclisində və açığın deyim, mən özüm belə bir təəccüb içində qaldım ki, yəni burada necə ola bilər ki, sən təkrar yemək istəyəsən?